Deməli, mən Əmanət Bankının müdiri idim Qobustanda. 1994-cü ildə, 95-ci ildə təzə nazir qoydular Kapital Bank, indiki Kapital Bank, onda Əmanət Bankı gedirdi. Mən gəldim bura, məni çağırdı buranın sədri. Kimdir bu? Hüseyin Səfərov, Ramiz Mehdiyevin qohumu və kətçisi. Mənə qayıtdı, dedi ki, Əflan müəllim, dedilər, sən Ayaz Mütəllimovçusan. Dedim, bəli, olmuşam. Hörmət eləmişəm. Dedi ki, onda Ayaz Mütəllimov da belə-belə olsun. Söyüş söydü, mən bunu efirdə söymürəm. Mənim tərbiyəm bunun pazvaliyyət eləmir. Və başladı ki, sən özün də belə olasan. Burada idarə heyəti var, 10-15 nəfər oturub. Göylər oturub, komissiyasının sədri. Çıraq Əliyev oturub, hüquq şöbəsinin müdiri. Mələkə xanım oturub, qaldır. Və s. və s. Kollegi. Dedim ki, danışığınıza fikir verin, nazirsiniz. Bu nə danışıq danışırsan? Qayıtdı, dedi, bir də söyüş sögəndə, mən də qayıtdım, Ramiz Mehdiyevi söydüm. O qoyub onu da, ora o qoyub. Onu sögəndə götürdü, 3 nömrəni yığdı. Ramiz Mehdiyevə dedi ki, Əflan İbrahimov burada sən də söydü, mən də söydü. Səhərci günü banka yoxlama yolladılar. Mən məcbur oldum, qaçdım buradan. Qaçdım Çerez dənizlə, Türkmenistanla Moskvaya. Bankı təhvil verdim, qaçdım. Deməli, neysə, 97-ci ildə gəldim atam xəstə mənə dəyməyə, məni tutub bastı, Ramiz qoydu adamı. Mən onda da danışmışam, türmədən də danışmışam. 3 il mənə əvvəl verdilər 57-ci statya vətən xaini, yəni Pajizin, ay kişinin qızı. Nə qayırmışam, Ayaz Mütəllimova Moskvada salam vermişəm. Salama görə belə, bunlar görün nə qədər qətta, erməni döyüyor bu, çünki mən türk oğlu türkəm axı. Bunlar türkləri vururlar. Bu tərəfin qoyum sizə, bu saatın içində... Mən sizin həbsiniz Mütəllimova görə olub. Bəli, Mütəllimovla Moskvada görüşdüyünə görə saxlansın, ilk dindirmə protokolu var axı. Məni saxladılar və mənə 220 qanunsuz apardılar rayondakı evimə, silah qoydular. Onsuz da mən silah gəzdirirdim. Açıq aşkarda bank müdürü idim, silahım var idi, hərbi üsyan komandirin muavini idim, tabelli tabancam var idi. Bunlar gətirdiler, qoydular 51 patron bir qumbara. Mən də dedim, heç olmasa kuzama yaraşdırın, mənə bir avtomat qoyun, tabanca qoyun da, bu nədir 51 patron bir qumbara? Və məni yatızdırdı, mənim 4 körpə uşağımı Ramiz Mehdiyev ağlar qoydu. Necə danışmamısınız? Və o həmən Hüseyin də kriminalın biri idi. Elə oldu, getdi Binəqədiyə verginin rəisi, oradan da həmən adam oğurluqlarında zatda onun əli var. Məsələn, deyirsiniz ki, Əflan müəllim necə? Vaxtı ilə deməli, keçmiş Sumqayıtın vergi rəisi Sədrəddinin oğlunu oğurlayırlar. Oğurlayan kimdir? Biri Milli Təhlükəsizlik Xidmətinin işçisi, biri Daxili İşlər Nazirinin işçisi, biri də bir Şamaxlı. Aparırlar Şamaxının Cabanı kəndində bu oğlu saxlayırlar. Səhv eləmirəmsə Elman Məmmədov. Buna rəhbərlik eləyir Bakı şəhər baş polis idarəsinin rəisi Məhərrəm Əliyev. Məhərrəm Əliyev özü gedir, oradan uşağı götürür bir həftədən sonra, pul istəyirlər atasınlar. Bilmirəm, 500 min, 1 milyon, nə qədər. Deməli, bu adamlar həmən ki, bu cinayəti eləyənlər var ha. Eyni zamanda keçmiş Bakı Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin qardaşı Mahiri oğurlayıblar. Və o, deməli, gör necə olur. Ramiz Mehdiyev ki. Bəli. Ramiz Mehdiyev rəhbərlik eləyir. Necə? İndi deyirsən Əflan müəllim. Əli Həsənovun da bunda əli var. Həmən o oğurluqda, o uşağın oğurluğunda Əli Həsənovun qardaşı oğlu Nurlan Həsənovun da əli var. Nurlanı verirlər Interpola. Nurlan Akazivası Nərmanov rayonunda icra başçısının şöbə müdürü işləyir. Interpolda ola ha. Və qaçdı, indi axırda qaçdı. İstanbul'a, İstanbul'dan keçdi Kipirə, Kipirdən də keçdi Yunanistan'a. Yunanistan vermir axı. Bu saatın içində Nurlan o dəstəyin içindədir.